Salam Simnarə, hər vaxtınız xeyir olsun, xoş eşitdim sizi. Bizim hazırda olduğumuz ərazi Nest Konqres, eləcə də sərgi mərkəzidir. Hansı ki, bu ərazi ümumiyyətlə bütün perspektiv boyunca Antalya Diplomatiya Forumunun əsas mərkəzindən birinə çevrilmişdi. Antalya Beynəlxalq Hava Limanından ümumilikdə 35 kilometr məsafədə yerləşən bu mərkəzdə artıq biz qonaqların mərkəzə axınını müşahidə edirik. Burada 140-dan çox ölkənin təmsilçiləri iştirak edirlər və sizin də bir sıra istiqamətlər üzrə səsləndirdiyiniz nüansları da bir daha diqqətə çatdırmaq istəyirəm ki, məhz elə bugün burada iştirakçılar arasında beyin mərkəzləri də olacaq ki, onlar artıq dünyanı qlobal istiqamətə əsas müzakirə predmetinə çevrilmiş mövzuları gündəmə gətirəcəklər. Qeyd edeyim ki, artıq danışıqlar başlamadan öncə iki tərəfli və təkbətək prezidentlər arasında görüşlər də həyata keçirilib. Onlar içərisində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş təkbətək görüşü sizin diqqətinizə çatdırmaq istəyirəm. Qeyd edeyim ki, görüş artıq hardasa bir saat öncə yekunlaşıb və görüşlə bağlı əldə etmiş olduğumuz ən son məlumatlar ondan ibarət idi ki, tərəflər arasında iki tərəfli münasibətlərin, strateji əlaqələrin daha da yüksələn xətt üzrə inkişafına dair perspektivlər geniş bir şəkildə müzakirə olunub və diqqət çəkən məqamlardan biri isə iki qardaş ölkənin liderinin yaxın şərq mövzusunu da gündəmə gətirməsidir. Qeyd edeyim ki, artıq Fələstin eləcə də İsrail arasında mövcud durumla bağlı tərəflərin ata biləcəyi optimal addımlara da aydınlıq gətirilib və Azərbaycan Respublikası lideri də məsələ ilə bağlı öz mövqeyini sərgilib və bu istiqamətə hər iki dövlət başçısının da səylərinin birləşdirilməli olmasının labüddinə diqqət çəkilib. Bununla yanaşı günün əsas mənzərəsinə əks etdirən amillərdən biri də Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl-Şaranın bu ölkəyə səfəridir. Qeyd edeyim ki, bundan bir neçə gün öncə elə Türkiyə mətbuatında da həmçinin bir sıra mətbu orqanlarda da, o cümlədən Suriyanın xəbər agentliklərində də belə bir xəbər yayımlanmışdı ki, artıq növbəti dəfə, ikinci dəfə xatırladım ki, Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əl-Şaranın Türkiyəyə rəsmi səfəri baş tutacaq və o artıq bugün burada danışıqlar əsnasında ilk tərəfli olaraq təkbətək görüşü həyata keçirəcək. Görüş təbii olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq. Qeyd edilib ki, böyük ehtimalla bu görüşdə sözü gedən region üzrə əsas geosiyasi problemləri özündə itibariyyəcək və bununla əlaqədar olaraq Suriya ilə Türkiyə arasında iki tərəfli münasibətlərin perspektivlərinə hesablanacaq. Növbəti ən vacib və strateji hesab etdiyimiz görüş isə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla İraqlı həmkarı arasında görüşün keçirilməsidir ki, bu da perspektivdə duran önəmli nüanslardan biridir və qeyd olunub ki, həmin görüşdə iki tərəfli münasibətlər zəminində eyni zamanda müdafiə sektorunda sənaye istiqamətlərində bir sıra məlumatları özündə etibar edəcək ki, bu da təbii ki, yeni dövr ərzində Türkiyənin İraq arasında münasibətlərin perspektivlərinə dair bir sıra suallara aydınlıq gətirməyimizə imkan verəcək. Qeyd edim ki, bir neçə dəqiqədən sonra artıq burada proseslər öz işinə başlayacaq və danışıqların ilkin mərhələsi olaraq nüvə təhlükəsizliyi məsələsi geniş bir şəkildə izah ediləcək və bura təşrif buyurmuş təsisat, təşkilat və onların əsas rəsmiləri burada öz fikir və yanaşmalarını, konkret düsturlarını ortaya qoyacaqlar. Hansı ölkələr arasında əsasən nüvə təhlükəsizliyi sektoruna dair anlaşılmazlıq müşahidə olunur, o məqamlara da aydınlıq gətiriləcək. Qeyd edelim ki, nümunə olaraq buna biz Birləşmiş Ştatlarla İran arasındakı müstəvidə aparılan atom danışıqları, eləcə də nüvə təhlükəsinə dair nüanslara gətirə bilərik ki, bugün dünyanın nəzərdə məhz hər iki coğrafiyaya yönəlib rəsmi Tehranla rəsmi Vaşinqton arasında bu istiqamətdə konkret konsensusa gəlinə bilməməsi də günün əsas aktual məsələlərdən birini özündə etibarlayır. Qeyd edelim ki, danışıqların əsas müzakirə mövzusu eyni zamanda liderlər samiti çərçivəsində idarə etməklə bağlı olacaq. Hökumətlərin özlərini idarə etməsi və qarşılıqlı olaraq hökumətlər arasında idarə etmə təcrübəsinin əxs olunması da günün əsas mövzularından biridir. Parlamentarilər arasında danışıqlar keçiriləcək və danışıqlar əsasında parlament rəsmiləri, onların nümayəndələri arasında təcrübə mübadiləsi aparılacaq. Bugün burada Türkiyədə, Antalya şəhərində Azərbaycanın rolu da çox diqqət çəkən məqamlardan biridir. Çünki Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etmiş olduğu şanlı zəfəri bir daha onun münaqişə
həmişə konfliktli mövzularla bağlı yanaşmasının unikal olduğunu deməyə əsas verir. Bugün elə bəlkə də Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə birlikdə Azərbaycan Respublikası liderinin bu ölkəyə səfərini də şərtləndirən amillər bunlar idi ki, artıq dünya müharibələrlə mübarizə və onların həlli yollarında daha yeni bir təcrübə ilə tanış olmuş olsun. Biz də Real komandası olaraq ən qaynar nöqtələrdən, hadisələrin, xəbərlərin mərkəzindən son informasiyaları çatdırmaqda davam edirik. Edelim ki, Simnarə sizin efirinizə və digər efirlərimizdə də biz də çalışacağıq ki, yenilənən saatda ən son informasiyalardan sizi və izləyicilərimizi də məlumatlandıraq. Buyurun Simnarə, hər hansısa bir sualınız varsa cavablandırmağa hazıram. Çox sağ ol Zeynəb, təşəkkür edirəm ətraflı məlumat üçün. Qeyd edim ki, Antalyadan bizə ən son məlumatları forum barədə təbii ki, əməkdaşımız Zeynəb çatdırdı.